Əziz soydaşlarımı və dəyərli əqidə yoldaşlarımı salamlayıram. Dostlar, mən bu videoda ölkə gündəmində olan məsələlərdən, həmçinin də Rza bəyin xalqımıza ismarıcını çatdıracağım. Dostlar, bildiyimiz kimi ölkədə qanunsuz həbslər səbəbindən həbsxanalarda məhkum sıxlığı həddindən artıqdır. Başqa cəza çəkmə müəssisələrindən mənə gələn məlumatlara görə həbsdə olan məhkumlar müayinə və müalicə ilə təmin edilmirlər. Həmçinin normal qida ilə, geyimlə təmin edilmirlər. Dövlət büdcəsindən həbsxanalar üçün ayrılmış büdcə kimlərinsə öz məqsədləri üçün istifadəsinə gedir. Rza bəy Səfərsoy mənə belə bir görev verdi ki, mən Rza Səfərsoyun adından video müraciət hazırlayım. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və hökumətə səslənirəm. Qanunsuz olaraq siyasi ictimai fəaliyyətinə görə şərlətdirib həbs etdirdiyin günahsız insanları azad etmək üçün geniş miqyasda amnistiya verilməsi lazımdır. Çünki həbsxanalarda məhkumlar müayinəsiz, müalicəsiz şəraitdə saxlanılır. Məhkumlar arasında müxtəlif xəstəliklərə yoluxanların sayı günbəgün artır. Ölüm halları günbəgün artır. Bütün bunların qarşısını almaq üçün geniş miqyaslı amnistiya tətbiq olunmalıdır və insanların əlindən zorla alınmış azadlığı özlərinə qaytarılmalıdır. Və həmçinin də o insanları şərləyərək həbs edən, dırnaqarası görəvindən suyu istifadə edən məmurlar cəzalandırılmalıdır. Dəyərli dostlar, 24 noyabr 2023-cü ildə bizim evimizə quldurcasına basqın edən Bakı şəhər polis idarəsinin əməkdaşları və Xəzər rayon polis idarəsinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Rza bəy Səfərsoyu saxta ittihamla şərləyərək həbs etdilər. Artıq 24 noyabr 2025-ci ildə Rza Səfərsoy heç bir cinayət əməli etmədiyi halda 2 ildir ki, azadlıqdan məhrum edilibdir. Həbsxanada məhkum həyatı yaşayır. 2 il 9 ay azadlıqdan məhrum edilmiş Rza Səfərsoyun bu 2 il müddətində sağlıq durumu günbəgün pisliyə doğru irəliləyibdir. Onun həyat yoldaşı və ictimai vəkili olaraq mən aidiyyəti qurumlara yazılı müraciət etmişəm, qəbullarda olmuşam, ancaq heç bir nəticəsi olmayıbdır. Görüşlər zamanı söz verirlər, ancaq verdikləri sözə əməl etmirlər. Mən Ədliyyə Nazirinin müavini, tibb işlər üzrə müavini Abid bəyin qəbulunda olmuşam. Ədliyyə Naziri Baş Tibb İdarəsinin rəisi Cəmil Kamillinin qəbulunda 2 dəfə olmuşam. Və müxtəlif dövlət orqanlarına məktublar ünvanlamışam. Həmçinin də Rza bəyin vəkili Nazim müəllim
bütün aidiyyəti qurumlara müraciət edibdi. Ancaq müraciətimiz bu günə qədər də cavabsız qalıbdı. Çünki onların hamısı yuxarıdan gələn tapşırığı icra edirlər. Yuxarıdan onlara tapşırıq verilibdir ki, Rza Səfərsoy üçün heç bir müayinə, heç bir müalicə tətbiq etməyin. Bu nə deməkdir? Bu o deməkdir ki, 16 yaşından Qarabağın ərazi bütövlüyünün qorunması uğrunda döyüşən, 16 il Azərbaycan ordusunda ali təhsilli zabit olaraq xidmət etmiş, can sağlığını vətənimizin ərazi bütövlüyü uğrunda itirmiş, ikinci qrup hərbi əlil Rza bəy Səfərsoyu ölümə tərk etmək deməkdir. 3 dekabr Beynəlxalq Əlillər Günüdür. Buradan İlham Əliyev sənə səslənirəm. Qarabağ qazisi Əlil Hacı Vəliyevi, Rza Səfərsoyu, Tofiq Yaqublunu və adlarını bilmədiyim başqa əlilləri Beynəlxalq Əlillər Günü münasibəti ilə azad etməlisən və həmçinin də geniş miqyaslı amnistiya qərarı verərək günahsız, saxta ittihamla həbs edilən 10 jurnalist qadınlar azad edilməlidir. Azərbaycanı üstəçıq qapalı həbsxanaya çevirməkdənsə də Azərbaycanı azad, demokratik, qanunlarla işləyən bir dövlətə çevirmək daha məsləhətlidir. Belə olan tərzdə təbii ki, xalq da hakimiyyətdən razı qalar, hakimiyyət də xalqa hizmət etdiyini sübut edər. Əks tədbirdə həbslərin sayını günbəgün artırmaq, xalqı zorakılıqla qorxu altında saxlamaq hakimiyyətin ziyanınadır. Çünki zorakılıqdan, qanunsuzluqdan, yersiz cərmələrdən, yersiz vergilərdən, işsizlikdən işləyən insanlar da ki, günəmuz işləyirlər, cüzü bir qəpik quruşa, birtəhər ki, yaşamağa çalışırlar. Ölkə daxilində olan bahalaşmadan, məmurların özbaşınalığından, qanunsuz əməllərindən bezən xalq, hakimiyyətdən xalq xeyrinə əməllər görmədiyi təqdirdə təbii ki, öz haqları uğrunda hakimiyyətə qarşı mübarizə aparacaqlar. Qarabağ işğaldan azad edilibdir, ancaq Qarabağ qaziləri hərbi əlil olan insanlar hakimiyyət tərəfindən şərlənərək həbsə atılıbdır, həbsdə saxlanılır. Hələ də əslən Qarabağlı olan insanlarımız Qarabağa sərbəst gedib gələ bilmirlər, öz ata-baba yurtlarına həsrət qalıblar. Nə qədər Qarabağlılar Qarabağ həsrəti ilə dünyasını dəyişibdir. Qalanlar isə gözləyirlər ki, nə vaxt Qarabağa gedə biləcəyik. Bəzi insanlarımız portal vasitəsilə gedirlər və yaxud da ki, hakimiyyətin hansısa bir tədbirində iştirak etmək üçün hakimiyyətin yanında olaraq gedirlər. Ancaq sıravi vətəndaşlar, ürəkləri Qarabağ həsrəti ilə yanıb yaxılan insanlarımız hələ də Qarabağa sərbəst gedib gələ bilmirlər. Bəli, dəyərli dostlar, bütün bu problemləri aradan qaldırmaq üçün Azərbaycanın hər bir vətəndaşı qanuni şəkildə öz qanunlarını hakimiyyətdən tələb etməlidirlər. Öz qanunlarının bərpası üçün hakimiyyətə müqavimət göstərməlidirlər. Necə olur ki, müharibə zamanı heç bir vəzifəlinin, məmurun bir-iki istisnanı çıxmaqla
hakimiyyətin yanında yer alan insanların övladları o döyüşlərdə iştirak eləmir. O döyüşlərdə şəhid olmur. Baxırıq sosial şəbəkələrdən ətrafımıza. Villalardan şəhid cənazələri çıxmır. Villalardan qazilər çıxmır. Ancaq sadə vətəndaşın övladları bu vətən üçün döyüşür. Çünki vətən kasıb təbəqənin vətənidir. Varlılar üçün isə vətənin sərvətini qəsb etmək üçün lazımdır. Azərbaycan xalqının yeraltı, yerüstü sərvətlərini hakimiyyətdə əyləşənlər qəsb eləyir, sadə vətəndaşları isə aclığa, səfalətə düçar edirlər. Xalq artıq bütün bu haqsızlıqlardan beziblər. Kimlərsə qorxusundan çıxış eləyə bilmirlər. Öz hüquqlarını bilmədikləri üçün sözlərini deyə bilmirlər. Ancaq ümumilikdə xalq hakimiyyətdən narazıdır. Arxa planda gedən narazılıqlar bir gün ön plana çıxacaqdır. Hakimiyyət qanunsuz əməlləri ilə xalqı hakimiyyətə qarşı müqavimət göstərməyə təhrik edir. Çünki hər bir vətəndaşın yasal haqqıdır ki, hakimiyyətin qanunsuz əməllərinə qarşı qanun çərçivəsində öz müqavimətini göstərsin, öz mübarizəsini aparsın. Mən bütövlükdə xalqımızı qanun çərçivəsində öz haqq və hüquqlarının bərpa edilməsi üçün hakimiyyət qarşısında tələblər qoymağa çağırıram. Hakimiyyətdən isə tələb edirəm ki, yetər artıq. Azərbaycan xalqına qarşı etdiyin zülüm yetər. Bir gün o zülümün sizin başınıza tökülməməsi üçün Azərbaycan konstitusiyasına və qanunlarına əməl edin. Azərbaycan vətəndaşının haqqı olan, hüquqi haqlarını Azərbaycan vətəndaşlarına qaytarın. Azərbaycanın yeraltı sərvətlərinə neftdən, qazdan, qızıldan, dəmir filizindən gələn gəlirlərdən Azərbaycan xalqının hər bir vətəndaşının payı var. O payı o vətəndaşa qaytarın. Ölkədə hakimiyyətin qanunsuz əməllərini tənqid edən siyasi-ictimai fəalları, jurnalistləri saxta ittihamla həbs edib susturmaqla heç nəyə nail ola bilməyəcəksiniz. Çıxış yolu var təbii ki, çıxış yolu ondan ibarətdir ki, hakimiyyət xalqa xidmət eləməlidir. İlham Əliyev təyin etdiyi məmurların yaşam tərzinə də baxsın, sıravi vətəndaşların da yaşam tərzinə baxsın. Halbuki həmişə müşavirələrdə məmurları danlayarkən bildirir ki, mən sizi vəzifələrə ona görə təyin etmişəm ki, xalqa hizmət edəsiniz. Əgər məmurlar gerçəkdən də xalqa hizmət etmiş olsaydılar, məmurlar sadə vətəndaşın səviyyəsində yaşayardı. Azərbaycanda kasıb deyilən təbəqə olmamalıdır Azərbaycanın bu qədər sərvətlərinin müqabilində. Azərbaycanda körpələrə uşaq pulu verilməlidir. Qarabağ qazilərini 80 manat müavinət almalı deyil. Azərbaycan parlamentində əyləşən, maaşının azlığından gileylənən o dırnaq arası deputatların maaşı qədər Qarabağ qaziləri, əlilləri maaş almalıdır. Şəhid ailələrinə xüsusi şərait yaradılmalıdır. Neçə illər bundan öncə təyin edilmiş 11.000 qan pulu şəhid ailəsinin yarasını sağaldacaq deyil. Şəhid ailəsini şəhid adına layiq şəkildə dövlət qayğısı göstərilməlidir və bütün imtiyazları təmin edilməlidir. Həmçinin də Qarabağ qazilərinin sağlıq problemləri dövlət səviyyəsində
nəzərə alınmalıdır, yüksək səviyyədə müayinə və müalicə edilməlidir. Necə olur ki, məmurlar Azərbaycan səhiyyəsini bəyənmir, Azərbaycan xalqından çırpışdırdığı pullar hesabına heç qonşu dövlətlərə də yox, Avropa ölkələrinə müayinəyə, müalicəyə gedir, ancaq bu vətən uğrunda can sağlığını itirmiş İkinci qrup hərbi əlil Rza Səfərsoy həbsxana divarları arasında ölüm-qalım savaşı verir. Bir gözünü itirmiş Hacı Vəliyev həbsxanada əzab-əziyyət çəkir. Bu insanları şərləyib həbs etməkdənsə də bu insanlara dövlət səviyyəsində qayğı göstərilməlidir. Bu insanlar nəyə görə həbs olunubdur? Həqiqəti söylədiklərinə görə. Həqiqəti söyləyənləri susturmaqla 400, 500, minlərlə insanı həbs etməklə ola bilər ki, hal-hazırki hakimiyyətin ömrünü müəyyən bir vaxta qədər uzada bilər. Amma sonuçda bütün bu haqsızlığa qarşı Azərbaycan xalqı qalxacaq ayağa. Xalqı necə susturacaqsınız? O həddə gəlib çıxmaması üçün Azərbaycanımız, bu canım məmləkətimi o vəziyyətə gətirib çıxartmamaq üçün hakimiyyət xalqın tələblərini eşitməlidir, xalqın tələblərini yerinə yetirməlidir. Saxta ittihamla həbs etdiyi bütün siyasi məhbusları azad etməlidir, geniş miqyaslı amnistiya tətbiq etməlidir ki, həbsxanada yatmağa yer tapmayan, yeməyə çörək tapmayan, geyinməyə paltar tapmayan insanlar azadlığa çıxsın və həmçinin də o insanlar işlə təmin edilsin. Azərbaycanda zavodlar, fabriklər tikilsin. Azərbaycanı ailə şirkəti kimi yox, dövlət kimi idarə eləyin. Hər bir dünyaya gələn insanın bu dünyadan gedəcəyi bir gün də var. Ancaq bu insanları dünyaya gəldiklərinə peşman eləməyin. Hər bir vətəndaşın haqq və hüququnu özünə qaytarın. Belə olmasa, geci, tezi Azərbaycanı hakimiyyətdə əyləşənlər təbii ki, Suriyanın, İraqın gününə salacaqdır. Mən şəxsən vətənimin o günə düşməsini istəmirəm. Çünki mən bu vətənimin azadlığı, demokratiyası, qanuni dövlət olması uğrunda hələ gənc yaşlarımdan mübarizə aparmışam, Sovet imperiyasına qarşı çıxmışam və dövlətimin heç bir dövlətin işğalında qalmasına razı olmamışam. Müstəqil Azərbaycan dövlətimin qanunlarla işləyəcək bir dövlət olaraq, dövlətlər içərisində, necə deyərlər, eyibsiz, qüsursuz, vətəndaşlarının hakimiyyətdən razı qalacağı bir dövlət olması üçün mübarizə aparmışam. Bugün isə hakimiyyətdə olanlar vəzifə səlahiyyətlərindən istifadə edərək xalqı əzməyə çalışır, xalqı qorxu altında saxlamağa çalışır, xalqın sözünü deyən siyasi ictimai xadimləri, siyasi ictimai fəalları, jurnalistləri, ziyalıları həbs etdirir. Hal-hazırda Azərbaycanın həbsxanalarında qanunsuz olaraq cəza çəkən insanlarımız təcili olaraq azad edilməlidir. Çünki orada onlara heç bir qayğı göstərilmir. Siz təsəvvür edirsiniz ki, əgər bir məhkumun arxasıca evindən gələn bir sovqat yoxdursa, o məhkum orada aclığa, susuzluğa mübtəla olur. Biz bilirik ki, Azərbaycan həbsxanalarında təbii ki, antisanitariya vəziyyətdir. Həbsxanada olan insanlardan bizə
mesajlar gəlir, onların yaxınları tərəfindən mesajlar gəlir. İnsanlarımızın, zaten belə deyək də, dəyərli dostlar, həbsdə olmayan insanlarımızın əgər azadlıqda haqq və hüquqları bu hakimiyyət tərəfindən zorla əlindən alınırsa, siz təsəvvür edirsiniz ki, orada məhkumların durumu nə vəziyyətdədir. Ona görə də bütün bu problemlərin aradan qaldırılması üçün Azərbaycan iqtidarının başında əyləşən hal-hazırki İlham Əliyev hakimiyyəti bir daha dərindən düşünməlidir, xalqın səsini eşitməlidir, xalqın tələblərinə əməl etməlidir, geniş miqyaslı amnistiya təyin etməlidir